Dostlar hamıya salam. Bizdə bu günləri gözəl bir dənə səhər yeməyimizdir. Burada glazokdur, doktorski kalbasa ilə, həmçinin burada belə axotniçi kalbasalar qızarıb, çeri pomidor, xiyar, pendir çeşidləri, bu da əridir. Nə istəyirsiniz var. Belə pendirdə Antep pendiri, dadına baxacağıq bir yerdə. Burada şordu. Anamın tortu, hansı ki muravenik deyirdilər ki, niyə çəkmədim, mukbang çəkirəm və bu çayımız Jaffa Boxstar mənə hədiyyə edib, gift daha doğrusu, belə bir mənə hədiyyə edib. Çaşqa və belə zakoloçkalar, baxın, üstümə taxdım. Necəsiz, əhvalınız necədir, mukbang gözləyənlər? Ay mənim şirinlərim. Yazırlar mukbanganı, mukbanganı. Glazokun biri dağılıb, ikincisi sağdır. Ona görə üzülürsən. Hara tərəvəzsiz, xiyarsız. Yəni mən ucum deyirlər ki, biz tərəvəz sevmirdirsən, baxıb tərəvəz yeyirik. Deməli, birinci söhbət nədən olacaq? Mənə yazmağa başladılar ki, ad günündə hədiyyələr nə oldu? Hədiyyə nə idi? Çünki mən ancaq dayım qızın hədiyyəsini göstərdim. Nədir onun adı? Orada da kalonkaydı. Deyə burada durub çox bəyənmişəm. O gündən elə yandırıram ona. Adətən YouTube'u televizorda yandırıb mahnılara qulaq asırdım. İndi belə. Dayım arvadı mani pul verdi. Mama pul verdi, nənə pul verdi. Ona görə mayın axırı mən mama ilə gedəcəm nədir onun adı, mağazinə. Çünki onun ad günü 16 iyundur. Mən ona hədiyyə almaq istəyirəm. Düzdür, ad günü keçirmirik, amma dedim qızıl çox sevir. Hər il ad günündə qızıl alıram. Sırğa almaq istəyirəm. Vlog olacaq. Və nədir onun adı, mola da orada gələrik. Çünki Gənclikdəki qızıl mağazaları bilmirəm, tanırsınız ya yox, ora gedəcəyik. Mol elə düz yanındadır. Ora gedəcəyik. Bizdə xeyir iş var inşallah. Yəni məndə deyil, səhv başa düşməyin. Çox yaxınımdadır. Vlog gələcək, yəni son biləcəksiniz kimdədir. İndi açıqlamayım. İnşallah. Yəni həri olacaq, belə deyək. Mən mamaya sarıçka falan almaq istəyirəm nənəmə. Və özümə nəsə almaq istəyirəm ki, gedəyim həyə. Və sonra inşallah alınsa nişan. Orada özümə don seçmək istəyirəm. Yəni nə demək istəyirəm ki, o planslar ki verilib qırağa qoydum ki, gedim özümə. Əslində Zara'dan don almaq istəyirəm özümə. Bilmirəm, tapa biləcəm mi nişan üçün belə. Çünki kirayələrdən biraz çəkinirəm. Niyə? Bir dəfə məndə çox böyük bir allergiya olmuşdu. Kirayə don götürmüşdü. İnana bilmirsiniz. Bütün bədənim əriydi. Bütün bədənim səpmişdi də. 2 günə düşmüşdüm. Həmən gündə nədə onun adı, imtahanlarım var idi sonra universitetdə. Belə götürüb qapalı girmişdim. Giymişdim, yay idi, pişkoydu. Bilirsiniz sözdə necə idi? Kiçik ağaq, amma adı yadımdan çıxıb, o deyildi. Adətən uşaqlarda olur. Mən onu ümumiyyətlə keçirməmişəm. Yəni ancaq üzümdə deyildi, ancaq bədənimdə. Hemen paltarı giyindim.
Çıxartdım və gördüm ki, belə şeylər var üstündə, bədənimdə. Ona görə çox qorxuram. Gedib Zara'dan almaq istəyirəm. Nəyə görə? Nişandır. Nişandır da. Mən Zara'dan nəsə təntənəli almaq olar. Həm də ki, mən belə biraz şit falan sevmirəm. Belə zərri zübanlı şeylər sevmirəm. Kimlər axırıncı dəfə Zara'da olub, mənə yazsın da. Nəsə tapmaq olar orada nişan üçün. Belə şık olsun da. Amma ki, zərzibanlı olmasın. Gəlin sizə göstərim. Antep pendiri belədir. Belə kanki süd dadı gəlir. Çayımız. Bir xanım mənə rəylərdə yazıb. Dedi ki, çox xahiş edirəm. Qızımı bir dənə yönəltdə. Bir tema barəsində. Gözün indi sizə oxuyacağım. Ona görə nəsə belə bir tematika istəyirsinizsə, kiminsə rəyini oxuyam, nəsə danışaq. Maraqlı gəlirsə like edin. Xanım mənə yazır. Sual vermişdim ki, 16 yaşımda qızım var. Ancaq rəfiqələrin fikrinlə oturur durur. Yəni mənim varlığım hiss olunmur. Məndən çox uzaq olub, aramızda o üzdən soyuqluq yaranıb. Sizi izlədiyi üçün bura yazdım və gördüm ki, sizin kanalınızda aktualdır bu mövzu. Adı Səbinədir. Düşünür ki, mənim ona nəsə məsləhət verməyim artıqlıqdır. Harda oxumaq, hara getmək, nə geyinmək, ancaq rəfiqələrin məsləhətlərinin üstünlüyü bilir. Çox sağ olun. İnşallah burada oxumağım problem olmaz. Ən azından nəyə görə deyirəm, adını da dedilər ona görə. Səbinə, sənin sözümü çatdırmaq istəyirəm. Dinləyib dinləməmək tam sənin fikrində. Amma mən tam sənin düşüncəndə idim. Ailəmi özümdən çox uzaq tutmuşdum. Həqiqətən belə bir şey olub həyatımda. Padruqalar ən düz deyir. Padruqalardan ağıllı adam yoxdur. Halbuki, birinci, əminəm ki, sənin 16 yaşın varsa, padruqalarında 16 yaşı var. Onlar hələ həyat görməyib, necə ki, sən hələ həyat görməmisən, amma sənin anan görüb. Bu bir. O demək deyil ki, sənin həyatda fikrin ola bilməz, amma ancaq anavın sözü ilə oturub durmalısan, yo. Bunu demirəm. Sadəcə, anavı yox eləmək və ancaq padruqaları yuxarı tutmaq düzgün deyil. Nəyə görə deyirəm? Mənim həyatımda belə olub ki, mən elə bilmişdim ki, yəni padruqa, yəni sən başa düşmürsən məni, padruqa mən başa düşürüm. Halbuki, yəni əminliklə sən deyə bilərəm ki, padruqa sabah var, doğrudan da sabah var, o bir gün yoxdur. Çətin momentində sənin anan sənin yanında olacaq. Ana nə vaxt ki yaşayır, istəyir onun 100 yaş olsun, sənin səsən. O sənin hələ də maman olacaq və sənə hələ də uşağım kimi baxacaq. Halbuki sən 80 yaşda qadın olacaqsan. Mən xəstələnmişdim. Çox pis. Və qızdırmam 41-42 ucu keçmir. Termometr ucu göstərmirdi qızdırmamı. Və həmən gün, uca 1-2 gün sonra, yəni belə davam eləyir. Padruqalarım yazır ki, biz görüş təyin eləmişdik. Gərək, yəni görüşməliyik də. Sən nə cavab vermirsən belə elə? Mən də dedim, xəstələnmişəm. Yəni, üzümü dəhşət pis eləyirəm. Həmən padruqalar mən deyir ki, yo, sən yalan danışırsan, sən prosta görüşmək istəmirsən deyə bunu deyirsən bizə.
Gecələr mənim yanımda anam idi. Yatmırdı. Çünki mən yatmırdım. Mən bütün yanırdım. Ağlayan yatağımda mənim anam idi. Pul tökən üstümə də mənim anam idi. Həmən vaxtlarım mən heç kimə demərəm ki, qoy səndə olsun ki, sən başa düşəsən. Demirəm onu. Amma ki, anadan doğrudan yaxın adam sən heç vaxt tapa bilməyəcəksən. Sən necə qanın, məsələn də, qanın. Padruqadan hansı ki, sən 1 il tanıyırsan, məsələn, ya 2 il, sənə daha yaxın ola bilər. O nətər olur. Biraz başını yandır. Mamamın da qulağız qıraqdan hər şey daha yaxşı görünür. Əgər sən padruqan sənin mamandan uzaq eləyirsə, o padruqa deyil. Başa düşürsən? Deyil. Mən sən bir bacı kimi məsləhət eləyirəm. Amma doğrudan qulaq assan yaxşı olar. O demək deyil. Mama deyir, bunlar pisdir. Amma sən görürsən ki, bunlar yaxşıdır. Bunlar yaxşı olsa sən mamadan uzaq eləyib, ancaq bunlar eləməz. Eləmə bunu. Yəni, mən çox peşman olmuşdum. Mən haradasa 2 il anamdan konkret uzaq idim və bu momentdə mən ancaq gördüm ki, padruqalarım nə imiş. Mən prosta istəmirəm ki, sənin həyatında belə bir şey baş versin. Yenə də deyirəm ki, sən bunu başa düşəsən. Mama hər şeydir. Mama səni 9 ay qarnında bətnində daşıyıb. Əziyyətlə. Mən vəbşə mamamda 4-cüyəm. Mənim anamda bütün uşaqlar düşürdü. Məmərdə bir də uşaq var idi. Yəni də sonra düşdü böyük srokda. Sonra əkizlər var idi, düşdü böyük srokda. Sonra mən oldum. Əminəm ki, sən də yəni nə də onun adı ürəkdən, sevgidən nə də öz ailəndə olmusan. Yəni sən maman narahat olmasaydı, yəni bura yazmazdı. Mən ikinci dəfə yazdı, birinci dəfədə heç görməmişdim açıq. Dedi ki, yəni ben bunu yazmışdım. Həqiqətən, yəni sən indi düzdür 18 yaşın yoxdur. Mən səndən böyük bir şeylərdə tələb eləyə bilmirəm də, deyə bilmirəm. Ay sən necə belə, sən nə tərbiyə eləsən, əlində başında uşaqlıqdır. Bu normaldır. Ona görə də bilirəm, belə getdiyini yaşda özünü ən ağıllı, ən belə bomba, ən belə nə bilim nə geni hiss eləyirsən. Güya nə bilim səndən həyatda yoxdur, ən ağıllı sənsən. Mama sən başa düşmür, köhnədə qalan, anladım. Əminəm ki, belə düşünürsən. Elə deyil. Burası sənin anan həyat yaşayıb və bilir ki, bu naxırı nədir, başa düşürsən? Padruqalarından ayrılmaq istəmirsən, sevirsən onları, çox istəyirsən, padruqalıq elə, amma anavı uzaq tutma. Mən sonra bilsən, günləriz dostluq eləyirdim. Sonra axşamlar mama ilə oturub çay içirdi. Deyirdim, mama, mən belə oldum, mən nə məsləhət verirsən? Ay mən o, belə eləsən, maman da sən, yəni, şey eləməyəcək də, sıxmayacaq. Beləcə ki, hər şeyi danışırsan. Biraz ağıllı ol. Biraz məntiq. Mən əminəm ki, yəni məni izləyirsənsə, məni çox istəyirsən. Mən də sizi çox istəyirəm. Deməli, biz eyni kafadayıq. Çox xahiş edirəm, məni dinlə. Həqiqətən, yəni, həyatda təsəvvür eləm, nədir onun adı? Mənim mamam xəstələndi də, ayağı ilə belə problemi oldu. İnanırsan, adam necə qorxur? Yəni, belə momentlər olanda adam necə qorxur? Yəni, hər şey yaxşı olanda deyirsən, əşi, mamadır da. Amma nəsə pis olanda, yəni, təsəvvür elə ürəyi başqa cür olur da. Anamın qiymətini bil. Bilirəm, bunu hamı deyir. Sən mənim yaşıma gəlib çat, başa düşəcəksən mən nə deyirəm. Anamı qırma. Xətrinə dəymə. Eləmə bunu. Mən də mamanı çox incitmişəm, amma papam rəhmətə gedəndə mənim biraz beynim getmişdi. Saçımı belə kəsmişdim.
çox yəni biraz mənim üçün stres oldu. Mamanı çox incitdim. Olan kimi yox, Kari. Ona görə çox xahiş edirəm. Ya Səbinədən söhbət getmir. Ümumiyyətlə mamalarınızın qədrini bilin həqiqətən. Mən olur nəsə sərt cavab verə bilərəm. Mən də yəni mələk o şeydə aydan düşmüş adam deyiləm. Amma ki yəni çalışdığım qədər heç olmasa nəsə cavab qaytarsam belə nəsə edirəm də mama üçün. Mamanı uzaq tutma. Bu bizim murabeynik tortumuz. Düzdür, bədəndə uca yer yoxdur. Əlindən götürmək istəyirəm. Gəlin belə. Ümumiyyətlə məndə həyatda mamadan yaxın heç kim yoxdur. Doğrudan da belədir. Çünki mama mənim hər şeyimi bilir. Hər şeyimi. Məsəl üçün o pul məsələsini demişdim sizə. Yadınızda dedim, mama dedi vermə, mən verdim. Ora qədər bilirdi ki, mən o pulu verəcəm. Yəni hər şeyi. Mamadan heç nə gizlətməyim. Mama həmişə düz məsləhət verər. Çünki həyat yaşayıb. Sizin mamanız bu ümumiyyətlə hər şey yaxşısını görüb, pisini də görüb. Bilir ki, pis necədir. Sən başa düşmürsən nə? Sən 16 yaşın var. Sən məsəl üçün anamın yaşını bilmirəm, 30 neçə yaşı var. O 30 il həyat görüb, sən 16 il. Üstəlik səni dünyaya gətirib. Ona görə biraz məntiq. Ucu böyüyü, 16 yaşın var. Uşaqlıq, yetkinlik yaşlarının şeylərini eləmə. Mən onsuz da ki, öncədən deyirəm ki, mən özüm də mələk olmamışam, mən özüm də olmuşam. Amma bunu gec başa düşmüşəm. Amma səni istəyərdim ki, sən daha tez başa düşəsən. Nəyi pisdir ki? Məncə çox normal bir şeydir. Bir dənə də əriyək. Uşaqlar, sizdə necə olub ümumiyyətlə? Nədir onun adı? Uşaqlığınız necə keçib, yetkinlik yaşınız? Mən həmişə ağıllı, oxuyan, birinci partada oturan belə bir uşaq tipi olmuşam. Amma ki, papa rəhmətə gedəndən sonra mənim beynim çöndü. Düzdür, belə qeyri pis şeylər yox idi. Nə bilim, içki falan belə şeylər, yəni belə kampaniya deyildi, amma yenə də mənim insanlarım deyildi, məni geriyə çəkirdi. Ona görə siz elə kampaniya tapın ki, səni önə çəksin, arxaya yox. Amma mamanı sənə uzaq elədikcə sən önə getmirsən, əmin ol. Sən getdikcə arxaya gedirsən. Mən ümumiyyətlə mama ilə münasibətimi düzəldəndən sonra məndə hər şey həyatda yaxşı oldu. Mənim mama ilə münasibətim pis olanda məndə heç nə yaxşı deyildi. Nə iş yox idi, nə oxumaq deyildi, nə həyat deyildi. Ona görə mama ilə sənin svязın enerjik cəhətdən siz yəni bir yerdəsiz, başa düşürsən, o sənin bətnində daşıyıb deyə başa düşürsən, sən onun bir hissəsisən, o da sənin bir hissəndir. Papa düzdür, papa da elədir, amma mama ilə qız başqa cür olur, başa düşürsən. Ona görə nədir onun adı, çalış mamanı, hörmət elə mamana, nədir onun adı, lazım olanda da dinlə, mama pis şey deməz. Ay səni balaca, tam mənə tanıtdın sən. Uşaqlar, sizlə Nanulə Samayr idi. Ən uzun mukbang. Yəni siz mənə demişdiniz, uzun mukbang istəyirik. Bax, bu qədər danışım xoşunuza gəlir, hə? Uşaqlar, sizlə Nanulə Samayr idi. Çox sağ olun ki, məndən idiniz. Öptüm sizi, bağrıma baxsıram. Sabahacaq əzizlərim. Köynə videomu görməmişsə bura basıb baxıyorsunuz. Və əgər dostluq atmamışsa bura basıb dostluq ata bilərsiniz. Öptüm.